Buyurun, size de aktif olun. Salam, adım Elvin Paşayev daxil təbiət proqramı məzunuyam və ixrac sərəsində işləyirəm. Çıxışa yazılmışdım, yəni yarımçı qaldı. İstəyirəm ki, təqaüdçülərlə görüşmüşdüm dünənləri, təkliflər vermişlər, o təkliflər demək istəyirdim. Biz mənzil növbəsində durmuşuq, amma mənzili nə vaxt və harda alacağımız haqqında məlumatı çətinliklə öyrənirik. İstəyirik ki, vahid məlumat bir sistemi yaradılsın və burada təqaüdçü girib öz kodunu, iş nömrəsini yazmaqla öz nə vaxt, neçə ildən sonra mənzil növbəsinin çatacağını və harada olacağı haqqında məlumat ala bilsin. Onu bu bədəl məlumatını o da bu dəqiqə deyə bilməz. Gəl belə, amma yaxşı fikirdir. O yaxşı fikirdir. İndi hal-hazırda Dövlət Neft Şirkətinin artıq kooperativ hərəkatı çox yüksək səviyyədə artır, gedir və sağ olsun Azqal müəllim artıq bizə çoxlu yerlərimizi, bizə məhsul olan yerləri çevirib, bizə ev tikmək icazələr artıq almışıq. Layihələr edilsin və onda mənzillərin sayı ilə və növbədə duranların sayı ilə qədər mənzillə göstəriş verim, hazırlasın. Yəqin ki, bu ilə olmaz, amma gələn ilə bir hazırlıq görək, ona oxşar bir şey gəldə bilər. Amma mən sizə deyim ki, mənzil növbəsi kooperativlər çox şəffaf şəkildə aparılır və hamı görür orada kim, harada, nə alıbdır, hansı mənzil alıb və faiz, gənc təxəssüslərə qoyulan faiz var, o faizi də çalışıqlara hərdən bir keçirik o faizi. İndi o birisi gənclərə verilən, əlavən verdə buyurun. Əvvəllər bizim, hamını mən də salamlayıram, əvvəllər bizdə təhsil, xarici təqaüd proqramı həm xarici təhsil, həm də daxili təhsil proqramı ilə şirkətə işə qəbul olan uşaqları biz ilk olaraq hamısının evlə təmin edək. Demək olar ki, bizə indiyə qədər müraciət edilən 70 tələbəni, hansı ki bizdə təqaüd proqramının muhtarlıqla işə qəbul olurlar, onları biz mənzillə təmin edilmişik. Ancaq biz təmin eləmişik 90 nəfər xarici və daxili təqaüd proqramından işə qəbul olunanlar artıq mənzillə təmin olunurlar. İndi biz keçən həftədən Məhəmməd Hadi küçəsində yeni bir 128 mənzilli binanın tikintisinə başlamışıq. Ancaq bizdə bu dəqiqə gənc mütəxəssislərin hansı ki təqaüd proqramından oxuyublar, qəbul olunublar, sayı 103-dür mənzillə müraciət edənlərin. Nəzərə alsaq ki, bizim 4000-dən çox neft şirkətinin digər işçiləri də növbədədir. Ondan sonra biz məcbur olduq ki, bunu bir sistem yaradaq və özümüzün proqramımızda dəyişikliyi ilə nəzərə aldıq ki, 10% tikilən mənzillərin həmin bu gənc mütəxəssislərə verilsin. Və ona görə də bir müddət növbəllik yaranacaq ki, təmin olunur. 103 nəfər hal-hazırda mənzil növbəsi.